Bu 7 sual sənin əsl təyinatını təyin etməyə kömək edəcək. İlk sual nə qədər banal eşidilsə də, hansı məşğuliyyətlə tam ödənişsiz məşğul olmağa hazırsan? Yəni ki, o dərəcədə o hobbidən, o məşğuliyyətdən zövq alırsan ki, ömrünün sonuna qədər sənə ödəniş etməsələr belə sırf o zövqə görə, o marağa görə o işlə məşğul olarsan. İkincisi, mütləq şəkildə təyin et. Sənin peşənin özündən xoşun gəlir, yoxsa o peşənin ideyasından? Bunu necə təyin edə bilərsən? Məsələn, həkimlik peşəsi deyək. Sən ağ xalat geyinməkdən, soyadının yanında dırı yazılmasından xoşun gəlir, yoxsa insan bədənini analiz etmək, reaksiyaları öyrənmək, insanların həyatlarını xilas etmək düşüncəsindən xoşun gəlir və ya bununla məşğul olduqda həvəsli olursan? Üçüncü sual, nəyi ən çox araşdırırsan? Bu çox önəmli bir nüansdır. Yəni ki, boş vaxtın olduğunda Google-da, YouTube-da, ChatGPT-də nə haqqda daha çox sual verirsən? Hansı mövzular haqqında kitablar oxuyursan? Hansı elmə daha çox həvəsin var? Bu da sənin içdən-içə olan təyinatını təyin edir. Sizin çox asanlıqla etdiyinizə baxmayaraq, ətraf tərəfindən tərif aldığınız bacarığınız nədir? Məsələn ki, sizi hansısa mövzu haqqında tez-tez tərifləyirlər ki, ay sən bunu necə bacardın? Səndə bu çox yaxşı alınır, səndə bu çox əladır. Və siz insanların buna bu dərəcədə önəm yüklədiyini anlaya bilmirsiniz. Çünki sizin gözünüzdə bu çox asan edilən bir şeydir. Hətta bu sizin hansısa mövzu haqqında baxış açınız və ya zövqünüz belə ola bilər. Digər sualları açıqlama qismində buraxdım. Özünüzü daha yaxından tanımaq istəyirsinizsə, məni izləməyi unutmayın.